18 yaşlı Elgün İbrahimovun qətli ilə bağlı hadisənin yerli televiziyalarda şou formatında müzakirəyə çıxarılması cəmiyyətdə narazılıq doğurub. Məsələn, bir neçə gündür Bizimləsən verilişində oxşar proses müşahidə olunur. Bildirilir ki, bu addım həm ailənin, həm də ictimaiyyətin psixoloji vəziyyətini nəzərə almadan atılır və reytinq naminə edilir. Cinayət hadisələrinin bu cür televiziya proqramlarında müzakirəyə çıxarılması nə dərəcədə doğrudur? Qlobal İnfoza danışan media mütəxəssisi Professor Qulu Məhərrəmli deyib ki, yerli kanallar bəzi məsələlərin müzakirəsində çox həssas davranmalıdırlar. Stat: Heç bir halda tok-şoularda konkret qətil hadisəsi detalları ilə müzakirə oluna bilməz. Yerli kanallarda nəyin necə təqdim edildiyini bilmirəm. Amma cinayət mövzularında maraqlı aspektlər, ailə məsələləri, istintaqla bağlı nüanslar var. Bu baxımdan buna etik yanaşılmalıdır. Professor bildirib ki, ümumiyyətlə Azərbaycan televiziyaları sensasiya xarakterli mövzulara çox meyillidir. Təəssüf ki, bu da həmişə cəmiyyətdə normal qarşılanmır, qıcıq yaradır. Ona görə də kanallar peşəkar olmalıdırlar. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.